Babəkin həyat və fəaliyyəti ilə bağlı olan başlıca əsər Baqit İbn Əmir Ət-Təmiminin Babəkin tarixi əsəridir. Dövrümüzə qədər gəlib çatmamış bu əsər haqqında 10-cu əsr ərəb müəllifi İbn İshaq Ən-Nədimin özünün Əl-Fehris əsərində məlumat vermişdir. O, təqribən 798-ci ildə Ərdəbil yaxınlığındakı Bilalabad kəndində doğulmuşdur. Onun atasının adı Abdullah idi. Cibal adlı əsərində isə belə yazılır. Babək Əbu Müslümin qızı Fatimənin oğlu Mütəhhərin övladından biridir və Xuramində olan Fatiməyə qəbiləsi olan mənsubdur. Bu ad sırf ərəb mənşəli olduğuna belə güman edilir ki, o müsəlman olub. Babəkin atası Azərbaycanda yaşayır və bitki yağı alveri ilə məşğul olurdu. Babəkin anası ilə də o, yağ satarkən Bilalabad kəndində tanış olmuşdu. Abdullah evləndikdən sonra Azərbaycan hər yerində yağ alver edirdi. Bir dəfə Ərdəbil yaxınlığında ikən quldurların hücumuna məruz qalır və evə qayıdandan sonra aldığı yaralardan vəfat edir. Onun dul qadını, 2 uşağı Həsən və Abdullah ilə tək qalır. Böyük oğlu Həsən sonralar Babək adı ilə məşhurlaşır. Babək 10 yaşına çatanda anasına kömək etmək üçün Naxıra gedir. Bir neçə il sonra Babək karvanlara qoşulub Azərbaycanın hər tərəfini gəzir. Bu gəzintilər zamanı ölkənin coğrafiyasına yaxından bələd olması, sonralar onu ərəblərin nizami orduları ilə vuruşlarda çox kömək eləyir. Az sonra Babək Təbrizə gedir. Burada xürrəmlərin təlimi ilə tanış olur. 18 yaşında Təbrizi tərk edərək anasının yanına Bilalabada qayıdır. Bilalabad yaxınlığındakı bəzi adının keçilməz dağ qalasında varlı vilayət hakimi Cavidan İbn Sürət deyə çağılan bir xürrəmi yaşayırdı. O yeri xürrəmi təşkilatına başçılıq edirdi. Əbu Ümrəm adlı qonşu fiyadalar daimi düşmənçiliyi Cavidanı həmişə döyüş hazırlığı vəziyyətində saxlayırdı. Babək azadlıq, ədalət və vətənpərvərlik rəmzidir. Onun mübarizəsi Azərbaycan xalqının yaddaşında yaşayır. Bu gün onun şərəfinə filmlər çəkilir, heykəllər ucaldılır. Hər il onun xatirəsi anılır və gənclərlə örnək göstərilir. Babək bizim tariximizin böyük qəhrəmanıdır.